Cəbrail, mələkin müəllimi. Bir gün Cəbrail mələk əleyhissalam Peyğəmbər sallallahu əleyhissalə ilə söhbət edirdi ki, İmam Əli əleyhissalam içəri girdi. Cəbrail əleyhissalam onu görən kimi ayağa qalxıb təzim etdi. Peyğəmbər sallallahu əleyhi və səlləm soruşdu: Ey Cəbrail, nə üçün bu gəncə belə təzim edirsən? Cəbrail dedi: Necə təzim etməyim ki, onun mənim üzərimdə təlim haqqı vardır. Peyğəmbər sallallahu əleyhi və səlləm soruşdu: Nə təlimi? Cəbrail mələk əleyhissalam dedi: Allah Teala məni yaratdığı vaxtdan məndən soruşdu: Sən kimsən və mən kiməm? Mən cavabında heyrətə gəldim və bir müddət cavabsız qaldım. Bu gənc İmam Əli nur aləmində mənə göründü və mənə belə təlim verdi ki, de, sən Cəlil və Cəmil Rəbsən və mən zəlil bəndə Cəbrailəm. Buna görə də onu görən kimi təzim etdim. Peyğəmbər sallallahu əleyhi və səlləm soruşdu: Ömrün neçə ildir? Cəbrail mələk əleyhissalam dedi: Ya Rasulallah, göydə bir ulduz var ki, hər 30.000 ildə bir dəfə saçır və mən onu 30.000 dəfə görmüşəm. Tuhfətül Məcalis